Axı belə şey. 5 dənə ailəni burada saxlayıb. Olmaz axı belə şey. 5 dənə ailənin evləri də var belə qəzalı vəziyyətdə. 5 dənə ailə. Ürəyi istəyir gedək çəkin bax. 5 dənə ailə. Hamısı qəzalı vəziyyətdə. Evdə qaz turbaları sızır. Evdə işıq tokları nasaz vəziyyətdə. Hər gün lampiska partlayır. 150 yorulmuş evin lampiska evləridir. Biz onlardan nə istədik? Bir ildir sökmüsən bura, telefona sən gedib, telefona da cavab vermirsən. Deyir, ged icra hakimiyyətinə. Deyir, ged icra hakimiyyətinə. Başa düşmür, bura şirkətindir, yoxsa icra hakimiyyətindir. İcra hakimiyyəti deyir, Nurgül şirkətindir. Nurgül şirkəti deyir ki, ged icra hakimiyyətinə məsələ həll elə. Mən başa düşmürəm, bura kimindir? Bura kimindir də? Nurgül başa düşdük də sənin dörsən, sərəncamın bitib. Onda bura icra hakimiyyəti, dövlətindir. Problem yox, gəlsin biz dövlət. Gəlsin dövlət götürsün. Dövlət gəlsin Gəlsin köçürsün. götürsün. Bizim üçün məcburidir Nurgül şirkəti gəlsin köçürsün. 5 dənə Naborot istəyir o gəlməsin. Naborot istəyir Nurgül şirkəti bura gəlməsin. Gəlməsin. Qardaş qulaqlarımız dolub yalanlarla. 5 ailə var. Qiymət Bizə yalan daha lazımdır. Dövlət gəlsin. Dövlət gəlsin. Qiymətləndirmə qoysun. Nə qiymətdirsə biz ona razıyıq. Bəli. Bu şirkət bura gəlməsin qardaş. Biz o yalanlarından bezmişik. O şey danışanda bizi gülməyi tutur. Bizi gülməyi tutur. Bu insan necə yalan danışır. Vallahi burada danışıqlı şey olar. Bura 10 dənə ailə də elə belə gelməyib. 9 ay, 1 il gəlib qalmış Bakı İcra Hakimiyyətinin Necə məcbur evlər bizi ki, biz bu çəkilişləri eləyirik. Bizə xoşdur biz çəkiliş eləyək. Biz niyə görə çəkiliş eləməliyik ki? Gəlib vaxtında razılaşsın, bizi köçürsün. 4-cü etap gedir. Sovetskidə 4-cü etap gedir, söküntü etapı. Abi 1998-ci ildə alıb, bura. O etap elə yox idi. Hələ heç proyekt yox idi. Yox idi, sökülmə söhbəti yox heç idi. sayılmırdı. 30 il bundan qabaq. 4-cü etap gedir sökürlər. Ya qardaş gəlsən, gəlmirsən biz gedib dövlətdən tələb eləyək. Gəlsin bizi dövlət köçürsün də. Dövlət hesabına köçürsün, razıyıq. Da belə də olmaz da. Sən gəlmirsən, burada heç nə tikməyə, həyəti xaraba günə qoymusan. Biz gəlib Nurgül şirkətinə həyəti belə xaraba günə qoya bilərik. Biz gəlib o həyətini belə xaraba günə qoya bilərik. Başqaları kimi 4000-dən 5000-dən istəmirik ki. Aşağıda Dərman və kəndinin yanında bizə yaxındır. 50 metr aramız var. 6000-dən istəyir cəmaət. Biz nə deyirik ki? Gəl 3000-dən və çıxal gedək də. Səndən artıq pul istəyən var. Heç 3000 də demirik. Get gətir qiymətləndirməni. Dövlət tərəfindən qiymətləndirmə gətirsin. O gəldi bizə bir pul təklif elədi bə ya. Heç bu pul gəldi təklif elədi bizə. Uşaqlar çörək almağa göndərə bilmirik, dükana göndərə bilmirik. Bayaq da dedim, itlər oradan gəlir. Orada bura nə göndər? Nə istəyirsiniz? Nə qədərdən istəyirsiniz? Bir gəlsin bizimlə bir maraqlansın. Bir dənə mən danışdım telefonla. Gəldi mənə dedi ki 1500-dən